Məsələ ondadır ki, mən nə qədər özümü xatırlayıramsa, uşaqlıqdan mən hərbiçi olmaq istəyirdim. Dəniz piyadası zabiti. Özümü də ona hazırlayırdım. Üzgüçülük, döyüş növləri, təzə SSR-də 82-83-cü illərdə karate yaranmışdı və s. Sadəcə olaraq sonra 8-ci sinifdən gözüm zəiflədi deyə başqa peşələri fikirləşirdim və o peşələrdən də biri həkimlik peşəsi idi. Başqa peşələr də arasında var idi. Hüquqşünas, tarixçi, jurnalist və s. Həkimlik peşəsini də o vaxtı özümü dərk eləyəndən sonra araşdırdım və bugün də peşman deyiləm və bugünkü mən həmən o vaxtki mənə deyə bilərdim ki, doğru seçim eləmişəm. Adətən psixiatra deyirlər ki, onun psixologiyası pozulmuş olmasın. Ev ustasından gözləyirlər ki, özünün də yaxşı bir evi olsun. Diyetologdan gözləyirlər ki, özü kök olmasın və formada olsun. Həkim üçün də insanlar belə bir fikir deyir ki, həkim xəstə olmamalıdır. Bu sözlə razısınız? Həkim özü xəstələnə bilərmi? Elə deyil. Niyə görə? Çünki sağlam yalnız valioloq ola bilər. Hansı ki, sağlamlığının qədrini bilir. Həkimlər isə sağlamlığın nə olduğunu bilmirlər. Hər kəs öz xəstəliyini bilir. Ona görə də sağlam həkim tapmaq çox-çox çətindir.